Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə siz əziz yoldaşlara, izləyicilərə salam ərz edirəm. Milli fəlsəfədən bir yeni hissə ilə sizinlə birlikdəyik. Əzizlər, bizə deyirlər ki, xub siz axı fəlsəfənin də millisi olar. Biz deyirik ki, başmağın millisi olar, dövlətin millisi olar, bir şirkətin millisi olar. Necə ola bilər ki, fəlsəfənin millisi olmasın? Xub, milli, yəni bir millətə aid olan, yəni bir millət bir düşüncə əsasındakı bir yerə yığışır, toplanır, onun bir fəlsəfəsi vardır. Ona görə Almanlıların, Rusların, Hindlilərin, Ərəblərin, Anglo-Saksonların, bunların, Fasların, bunların hamısının özlərinə görə fəlsəfələri var. Və türklərin də təbiətən özlərinə görə fəlsəfələri vardır. Niyə ki, bunlar bir millət olaraq bir bağımsız əqlaniyyətə demək olar sahibdirlər. O əqlaniyyət bunlara bir fəlsəfə bağışlayır. Biz o fəlsəfənin adına milli fəlsəfə deyirik. Xub, bu fəlsəfə danışıqdır, bəhsidir, diyaloqdur, görüşdür, görəvdir. Bunlar hamısı bu fəlsəfənin içində var. Sən necə bu 4 mərifəti məhmillərə demək olar mavərau təbiəyə və təbiətə və insana və insanın digər insanlarla münasibətinə baxmalısan, orada bir dəyişiklik yaratmalısan, bunu bizə fəlsəfə verməlidir. Yəni fəlsəfə bizim fəlsəfi suallarımıza bir millətin içində cavab verməlidir. Biz milli fəlsəfəni Farabidən başladıq. Bizə irad tuturdular ki, Farabi bütün əsərləri ərəbicədir. Axı bunun türk dünyası ilə nə ilgisi ola bilər? Əzizlər, biri ərəbicə yazır, yazmaq bunu ərəb eləmir. Məsələn, Əllami Təbatəbai Əl-Mizanı xub ərəbicə yazırdı. Yazdı, Lubnana da getdi, orada bir cilddə satılmadı. Baxmayaraq ki, onun ərəbisi ilə ərəblərin ərəbisinin fərqisi var idi. Amma hər halda bu ərəbi Əllami Təbatəbaini ərəb eləmədi. Ya İqbal-ı Lahuri farsça divanı vardı. Xub, farsça şeir yazıb. Demək olar ki, İqbal-ı Lahuri farsdır. Ya Əbdüssalam o Nobel ödülünü qazanan alim, Pakistanlı, bütün əsərlərini ingiliscə yazıbdır. Xub, biz deyək ki, bu Əbdüssalam ki, Pakistanlıdır, pəs ingilislidir. Xub, bunlar bir tərsə düşüncələrdir. Yəni, elə fəlsəfə gəlir ki, bizi bu tərsə düşüncələrdən qurtarsın. Yanlış düşüncələrdən qurtarsın. Fəlsəfənin bir görəvi bizə demək olar ki, budur. Ona görə Farabi türk kültüründə böyüyür, türkün törəsində böyüyür. Onun danışığı, onun oturmağı, gedişatı, demək olar paltar geyinməsi türk dünyasına aid olur. O türkün kültürünü, məfkurəsini daşıyır və bu daşımaq bunun düşüncəsində etki bağışlayır. Və ondan o heç zaman özünü qurtara bilməz. Yəni İbn Xəldun deyirdi ki, havanın və coğrafiyanın düşüncədə etkisi vardır. Buna görədir. Onlar isti yerdə otururlar, bir cür düşünürlər. Soğuq yerdə oturanlar bir cür düşünürlər. Musiqiləri, qəzaları bunların fərqlidir. Xub, pəs milli fəlsəfə ola bilər, milli fəlsəfə bizi eləyə bilər, tərsə düşüncələrdən qurtarsın. Axı biz tarixə baxanda bütün siz orada yanlışlar görürsünüz. Bizə cəli, qondarma kitablar yazıblar. Şuubiyyə ki, bir şeytani məktəb olaraq İslamın gələn vaxtından çalışıb bütün sahələrdə bu iz buraxıbdır və demək olar ki, biz deməməliyik ki, hər nə əlimizə aldıq, o bizə əslidir və düzdür. Onun tərsəsini düşünməliyik. Yəni deməliyik ki, hər nə biz əlimizə aldıq, o yanlışdır, qondarmadır, uydurmadır.
o qəd gərək onun üstündə çalışaq, əqli bəhs eləyək ki, neyniyək ta onun əsliyi və əsalətliyi eşiyə çıxsın. Xub, deyir ki, din, danış, nütqün sənin kəhriz yarır. Gün gələr ondan içər, su, çöl, bayır. Doğrudur, hər əsrin öz dildarı var. Gələcək, əmma dünəndən pay umar. Biz yenə də sizinlə görüşəcəyik. Sağ olun.